Birincisi, Rusiyanın Ermənistanda çox güclü agentura şəbəkəsi vardır. Və nə qədər ki, erməni kilsəsi hələ ayaq üstədir və onun rəhbərlik etdiyi bütün radikal terrorçu təşkilatlar hamısı anti-Paşinyan mövqeyində birləşiblər. Hər kəs bilir, xüsusilə də Avropa İttifaqı və Birləşmiş Ştatlar bilir ki, Paşinyanın yenidən seçilməsi Kreml hakimiyyətinin qəti arzulamadığı bir senaridir. Və təbii ki, Rusiya seçki texnologiyalarından istifadə edəcək bir ölkə deyil. Rusiya heç bir seçki texnologiyaları və ya yeni modern üsullar tətbiq etsin, belə bir şey olmayacaqdır. Rusiya qaba bir ölkədir və seçkiyə ən müxtəlif üsullarla, qanunsuz üsullarla müdaxilə edəcəklər. Bura kiber hücumlar daxildir, bura seçki qabağı proseslərdə çatışmaların çıxardılması daxildir, qarşı durma təşkil edilməsi daxildir. Rusiya erməni kilsəsi ilə gecə-gündüz çalışacaqlar ki, seçki ərəfəsində mütləq Ermənistanda qarşı durma olsun, qan tökülsün, seçki prosesi pozulsun. Ona görə ki, Paşinyana alternativ olan Rusiyanın müdafiə etdiyi qüvvələrin heç birinin reytingi sıfırdan yuxarı deyil. Belə olan tərzdə Avropa İttifaqı və təbii ki, Ermənistanın rəhbərliyi birlikdə bu kiber hücumların həm də seçkinin pozulması məsələlərinə qarşı müqavimət təşkil edəcəklər. Moldovada siz doğru olaraq hatırlatdınız, 20 nəfərdən ibarət bir çevik qrup yaratdılar. Onlar həmin kiber hücumların qarşısını aldılar. Öncədən informasiyaları rəhbərliyə çatdırdılar. Rusiya hansı oyunları düzəltmək istəyirdi, karuseli necə təşkil edəcəklərdi, bunların qarşısını aldılar. Yəni, onlar çox mühüm işlər gördülər ki, Maya Sandu'nun partiyası qələbə çaldı. Yəni, Paşinyanın indi həmin bu yardıma, Avropa İttifaqının bu köməyinə fövqəladə ehtiyacı vardır. Xüsusilə də seçki prosesi yaxınlaşdıqca Rusiyanın aktivliyi artacaqdır və Avropa İttifaqının ayırdığı 12 milyon evro xatırlayırsınız. Bu məhz həmin o dezinformasiya sistemlərinə qarşı, seçkinin pozulması sistemlərinə qarşı, kiber hücumlara qarşı Ermənistanın müqavimətini artırmaq üçün nəzərdə tutulubdur. Və bunu Kaya Kallas Ermənistanda səfərdə olan zaman açıq-aydın söylədi ki, Rusiyadan gələn təhlükələrin qarşısını almaq üçündür bu. Yəni, bu təhlükə realdır və Avropa İttifaqının atacağı addım da real dəstək ola bilər. Mehman bəy, siz də deyirsiniz ki, burada karusellərin deyək ki, planlaşdırılması məsələsi gündəmdə ola bilər, kiber hücumlar hər zaman təşkil edilə bilər ki, Rusiyanın bu müdaxilələrindən qorxur hazırda Ermənistan. Amma açıq-aşkar da Avropa İttifaqına müraciət etməsi Rusiyada xüsusi qıcıq doğura bilər, düzdür. Rusiya onsuz da bilir ki, Ermənistan bununla bağlı müraciət edir, Avropa İttifaqından kömək istəyir. Amma mətbuata sızan informasiyalar fonunda da açıq-aşkar belə xəbərlərin yayılması çərçivəsində də 102-ci bazanın hərbi şousu, nümayişi göstərilirdi. Yəni, bu Moldova qədər asan deyil Rusiyanı Ermənistanda bloklamaq. Dəmir yolları əlindədir, elektrik şəbəkəsi əlindədir, hərbi bazası orada yerləşib. Rusiya bundan qıcıqlanaraq sərt bir addım ata bilərmi? Rusiya ata biləcəyi bütün addımları atacaqdır. Ermənistan nə itməsindən asıl olmadan. Nə kimi düşünürsünüz misal? Yəni, söylədiyim kimi, Rusiyanın o seçki texnologiyalarını bir kənara qoyur. Rusiya bu sivil üsullardan istifadə edəcək ölkə deyil. Rusiya mütləq orada çatışma çıxartmaq, vətəndaş qarşı durması təşkil etmək üçün gecə-gündüz əlindən gələni edir və... Amma bunlar fiyaskoya uğrayır daha çox. Erməni kilsəsi ilə, erməni siyasi hakimiyyətinin qarşı durmasını pompalayan Rusiyadır. Və Rusiya və erməni kilsəsi üçün, Rusiyanın müdafiə etdiyi Köçəryan, Sərkisyan cütlüyü üçün, bütün radikal terrorçu təşkilatlar üçün ən məqbul senari Ermənistanda qan tökülməsidir ki, bu çatışma çıxsın, vətəndaş qarşı durması baş versin və bunu da Paşinyan hakimiyyətinin üzərinə yıxsınlar. Baxın, J.D. Vance'in Ermənistana səfəri, sonra Azərbaycana səfər etməsi və J.D. Vance'in Birləşmiş Ştatların vitse-prezidentinin Ermənistana 9 milyard dollar vəsait ayrılacağı duyular-duyulmaz. Rusiya onsuz da çox qəzəblidir Ermənistana.
Ona göre ki Rusya buradaki sülh prosesinin aleyhinde çalışan yegane qüvvədir. Rusya, Ermənistan, Azərbaycan, Ermənistan, Türkiyə münasibətlərinin normallaşmasının düşmənidir və gecə-gündüz çalışır ki, bu proseslər baş tutmasın. Ona görə də Ermənistanda modul tipli atom elektrik stansiyalarının Birləşmiş Ştatlar tərəfindən inşa ediləcəyi barədə verilən informasiya. Digər tərəfdən Ermənistan dəmir yollarının bir hissəsinin Amerika Birləşmiş Ştatlarının öhdəsinə verilməsi, Trump marşrutu üçün mütləq bu Qərbi Zəngəzurdan keçəcək həmin o dəmir yol şəbəkəsi Amerika dövlətinə onun burada yaradacağı konsorsiyuma təhvil verilməlidir. Bunun arxasınca Şayqu, xatırlayırsınız 2-3 gün bundan öncə ultimativ bir şəkildə Ermənistanı xəbərdar etdi ki, əgər siz bu addımı atarsanızsa, ki Paşinyan da demişdi ki, Rusiya və Ermənistana dost olan ölkələrdən birinin ixtiyarına verək, Qazaxstanın, Birləşmiş Ərəb Əmirliklərini və ya Qətərin və buna Şayqu Təhlükəsizlik Şurasının katibi olaraq necə reaksiya verdi? Dedi ki, əgər siz bu addımı atarsanızsa, Ermənistanın dəmir yol şəbəkəsi bir saatın içərisində çökər. Yəni, Rusiya onsuz da əlində olan bütün senarilərdən istifadə edir, təhdid edir, şantaj edir, Avrasiya iqtisadi birliyindən çıxarmaqla hədələyir. Söylədiyim kimi Şayqu deyir ki, siz əgər dəmir yol məsələsinə Birləşmiş Ştatları digər ölkələrə qatarsanız, sizin dəmir yol şəbəkəniz çökər, energetika sisteminiz çökər. Çünki Qərb çalışır ki, Azərbaycan və Türkiyənin vasitəsilə Ermənistanı logistik, nəqliyyat izolyasiyasından çıxarsın, Rusiyanın pəncəsinin altından dartıb Ermənistanı çıxarmaq lazımdır. Energetik asıllıqdan Ermənistanı xilas etmək lazımdır ki, seçkilərdə Ermənistanın indiki siyasi rəhbərliyi nəticə ala bilsin. Rusiya isə buna çox hicci ilə, qəzəb ilə, qıcıq ilə münasibət sərgiləyir. Yəni, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması, Türkiyə ilə Ermənistanın birbaşa diyaloqu Kremlin heç zaman arzulamadığı, görmək istəmədiyi, yuxusunda belə görmək istəmədiyi bir senaridir. Digər tərəfdən də onsuz da Paşinyan onlar üçün düşmən bir figur sayılır. Amerikanın Soros fondunun məhsulu sayılır. Digər tərəfdən 6 oktyabr 2022-ci ildə Praqada Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütünlüyünü tanıyan Paşinyan Rusiyanın 200 illik buradakı işğalçılıq siyasətini çox ağır bir zərbə endirmiş oldu. Digər tərəfdən Azərbaycan erməni separatizminin kökünü kəsib, öz ərazi bütünlüyünü təmin edib, Rusiyanın işğalçı qüvvələrin öz ərazisinə çıxardandan sonra Rusiya üçün indi yeganə tutacaq yer Ermənistandır. Ona görə də Ermənistanın içərisində hansı senarilər mümkünsə Rus ona əl atacaqdır. Söylədiyim kimi ən birinci Rusiyanın arzuladığı orada vətəndaş qarşı durması salmaqdır. 2008-i xatırlayırsınız. Açıq aydın Prezident sarayının zirzəmisindən snayper tüfəkləri ilə snayperləri oturdub meydandakı erməniləri güllələyirdilər. 99-cu il Köçəryanın rəhbərliyi ilə necə Ermənistan parlamentində terror aktı təşkil elədilər, deputatları öldürdülər, baş nazir öldürdülər, spiker öldürdülər, 8-9 insan qətlə yetirdilər və 37-sin girov götürdülər. Bunun da arxasında Rusiya dayanırdı. Yəni Rusiyanın edə bilməyəcəyi qanunsuzluq yoxdur. Amma söyləmək ki, bunlar seçki texnologiyalarına enerji sərf edəcəklər, pul sərf edəcəklər, belə deyil. Rusiya 1000 illik tarixində heç bir zaman seçki ilə məşğul olmayıbdır. Rusiyanın tarixində bir şəxs nə regional səviyyədə, nə mərkəz səviyyəsində seçki ilə hakimiyyətə gəlməyibdir. Ona görə də bu seçki texnologiyalarını Rusiya rədd edib, ən qaba üsullarla orada müdaxilə edəcəkdir. Yəni bu olduqca realdır. Amma Qərb də çalışır ki, Azərbaycan necə ki tranzit yüklərə qoyulmuş yasağı qaldırdı. Azərbaycan enerji daşıyıcıları indi Ermənistana satır. Türkiyə ilə Ermənistanın sərhədlərinin açılması məsələsi, avia reyslərin açılması məsələsi gündəmdədir. Biz çalışmalıyıq ki, Ermənistanı Rusiyanın kuklası obrazından çıxarda bilək.
Əgər biz Güney Qafqazda sülh istəyiriksə, əgər biz istəyiriksə ki, Rusiyanın buradakı çirkli oyunları ayaq tutub yeriyə bilməsin, Rusiyanın əlindəki argumentləri əlindən almalıyıq. Ona görə də Azərbaycan və Türkiyə Qərbin dəstəyi ilə əlbəttə bu adımları atmaqdadır.